Sarı tor onun üçün çəkilib ki, əgər qarşıda sıxlıq varsa, yol ayrıcına daxil olmayasan. Sarı torun üstündə qalmaq qayda pozuntusudur və bunun da cəriməsi 100 manat 3 baldır. Yəni tam qanuni Bu yazılır. yəni doğrudur. Bəli. Yaşıl işıq yansa belə, əgər qarşıda sıxlıq varsa, sarı torun üstünə çıxmaq olmaz. Yəni onu elə ölçün biçin ki, hesablayın da. Yəni Çox adam deyir ki, mən bilmirəm nətər necə eləyim və burada çətin bir problem, yəni çətin bir məsələ yoxdur da. Əgər sən gəlib dayanmısansa yol ayrıcında və qarşında gedən nəqliyyat vasitəsi görürsən ki, sarı torun içindədir, yavaş-yavaş hərəkət edir və s. sən dayanmalısan. Hərəkətə başlamamalısan. Yaşıl işıq yansa belə. Sən o zaman hərəkətə başlayırsan ki, o qarşında gedən avtomobil artıq yol ayrıcını boşaltmış olsun və sən gedib yol ayrıcının ortasında qalmamaq kimi bir şansın olmasın. O zaman sən hərəkəti davam edə bilərsən. Amma bizdə nətərdir? Mən əgər dayanıramsa, arxada olan dırnaq içində ağıllı sürücülərimiz ya siqnal verirlər, ya da ki bizim sağımızdan solumuzdan gəlirlər, girirlər ora. Nəticə etibarilə onlara 100 manat 3 bal cərimə yazılır. İkinci dəfə daha elə şey eləmirlər.